Bismillahirrahmanirrahim. Pul müasir dövrdə yeni bir ilahdırmı? Yoxsa pulun arxasındakı güclər yeni bir inanc formalaşdırıblarmı? İnsanları pula ibadət etdirən nədir? Yer üzərində olan hər bir insan, şuuru formalaşmamış uşaq, ağlını itirmiş, dəli istisna, əsli etibarilə inanc üzrədir. Hər kəs bir şeyə inanır. Günümüzdə isə insanı daha rahat manipulyasiya və idarə edərək yozlaşmış sistemdə saxlamaq və ya kölələşdirmək üçün sadəcə dinləri inanc kimi təqdim edirlər. Yozlaşma bir fərdin, cəmiyyətin və ya quruluşun mənəvi, mədəni, sosial və ya siyasi dəyərlərinin pozulması, aşınması və degenerasiyasıdır. Əslində isə hər kəs bir inanc üzrədir. İnkar edən belə. Dinlər deyə kateqoriyalaşdırdığımızlar isə tətbiqli, insanın şəxsi və cəmiyyətdəki halına təsir edən bir sistem harmoniyasıdır. Müasir dövrdə bütün izmlər, məsələn, kapitalizm, sosializm, multikulturalizm, bunlar hamısı sistemləşmiş bir inanc növüdür. Halbuki hər biri əslində insanlıq üçün başqa bir fəlakətin başlanğıc səbəblərinə çevrilmişdir. İkinci Dünya müharibəsi 70-85 milyon insan həyatını itirdi. Müharibənin əsas səbəblərindən biri də kapitalist ölkələr arasında resurs və bazar mübarizəsi idi. Holodomor, Ukrayna aclığı. 3-7 milyon insan aclıqdan öldü. Çin Xalq Respublikası, Mao Tse-Tse-Dunun rəhbərliyi altında böyük tullantı, irəli, aclıq və iqtisadi çöküş nəticəsində 15-45 milyon insan öldü. Şimali Koreya 1994-98-ci illərdə 500 min, 3 milyon insan aclıqdan öldü. Bu xatırlatmanı qısa etdikdən sonra biz ikinci manipulyasiya videomuzda pulun necə bir inanca, kütləvi kölələşdirmə sisteminə xidmət etdiyindən danışacaq. İkinci, pul nədir? Necə yarandı? Pul və bankçılıq faiz sistemi təkcə iqtisadiyyatın deyil, həm də siyasətin və cəmiyyətin idarə olunmasının əsas alətlərindən biridir. Tarixdə inkişafı sərvətlərin müəyyən güc dairələrinin əlində cəmləşməsinə, dövlətlərin borc əsarətinə düşməsinə və insanların maliyyə sisteminə tabe olmasına səbəb olur. Bu isə öz növbəsində bir çox dövlətlərin borc bataqlığına düşüb xarici güclərdən asılı olmasına və həm dövlət, həm də millət olaraq kölələşməsinə yol açdı. Pul bir mübadilə, yəni dəyişim vasitəsidir. Əvvəllər insanlar mal mübadiləsi yolu ilə ticarət edirdi. Lakin bu sistem çətinliklər yaradırdı. Məsələn, bir soban süd satıb geyim almaq istəyirdisə, qarşı tərəfin südə ehtiyacı yox idisə, mübadilə çətin olurdu. Buna görə pul anlayışı yarandı. Pulun inkişafı belədir. Əmtəə pulu, qızıl, gümüş, duz, taxıl kimi real dəyəri olan məhsullar pul kimi istifadə olunurdu. Metal pullar ilk dəfə Lidiya çarlığında qızıl və gümüş pullar zərb olundu. Kağız pul, Çin, Avropa isə 14-cü əsrdə kağız pula keçdi. Fiat pul, pulun real dəyəri yox, dövlətin ona verdiyi güc var. Bugünkü dollar, avro bu sistemlə işləyir. Elə bizim də üzərində duracağımız manipulyasiya və müasir köləliyin ən böyük fiqurlarından birinə çevrilmiş fiat pul anlayışı və dollar hegemoniyası olacaqdır. Üçüncü, imperializmin tutan əli dollar. İkinci Dünya müharibəsindən sonra ABŞ qlobal iqtisadi sistemin lideri oldu. 1944-cü ildə Bretton Woods konfransı keçirildi və yeni bir maliyyə sistemi formalaşdırıldı. Bu sistemə əsasən dollar dünya iqtisadiyyatında əsas ehtiyat valyuta elan edildi və bir unsiya qızıl 35 dollara bərabər tutuldu. Bu sistemin əsas mahiyyəti belə idi. ABŞ dolları qızıla bağlı idi, yəni istənilən ölkə dolları verib əvəzinə qızıl ala bilərdi. Bütün digər valyutalar dollara bağlı idi. Bu, ABŞ-ın iqtisadi və siyasi gücünü artırdı. Çünki digər ölkələr öz valyutalarını sabit saxlamaq üçün
dollar ehtiyatı toplamağa məcbur oldular. ABŞ necə qızıl ehtiyatlarını əsas mərkəzə çevirdi? İkinci Dünya müharibəsi zamanı Avropa ölkələri böyük iqtisadi çöküş yaşadı və ABŞ-dan silah və ərzaq almaq üçün dollar ödəməyə məcbur oldu. Bunun nəticəsində ABŞ dünya qızıl ehtiyatlarının 75%-nə sahib oldu. Avropa ölkələri dolları qızıl kimi qəbul etməyə başladılar. ABŞ Bretton Woods sistemi ilə qlobal iqtisadiyyata tam nəzarət etməyə başladı. 1960-cı illərdə ABŞ iqtisadiyyatı çətin vəziyyətə düşdü. Vyetnam müharibəsi və sosial xərclər büdcədə böyük kəsir yaratdı. Bu arada dünyada baş verən bu kimi müharibələrin bir də qazanan tərəfləri var. Onlara biz toxunmasaq belə, kiçik bir araşdırma ilə siz məlumat əldə edə bilərsiniz. Məsələn, silah tacirləri, neft tacirləri və bir neçə müharibə ailələri. ABŞ hökuməti lazımi qədər qızıl ehtiyatına malik olmadan daha çox dollar çap etdi. Bundan istifadə edən Avropa ölkələri, xüsusilə Fransa, ABŞ-dan saxladıkları dollarları geri qaytararaq qızıl istəməyə başladılar. Bu, ABŞ-ı iflas təhlükəsi ilə üz-üzə qoydu. 1971-ci il Prezident Richard Nixon birbaşa televiziya yayımında elan etdi ki, ABŞ artıq dolları qızıl ilə dəyişməyəcək. Dünyaya atılan babaq. Bu, dolların qızıl təminatının tamamilə ləğvi və fiat pul sisteminə keçid deməkdir. Fiat pul sistemində pul heç bir fiziki dəyərə bağlı deyil, sadəcə hökumətin və bankların qərarlarına əsasən çap edilir. Bütün dünya ölkələrini özündən asılı hala gətirən Amerika üçün niyə səssiz qalındı? Bu qərar bir çox ölkələr üçün iqtisadi məhv deməkdir. Lakin ABŞ-ın qlobal gücü buna imkan vermədi. Əsas səbəblər: ABŞ-ın hərbi gücü, NATO vasitəsilə ABŞ Avropanı nəzarətdə saxladı, beynəlxalq ticarət artıq dollar üzərindən gedirdi, dolları atmaq sistemin çöküşü demək olardı, neft dolları dəstəklədi, ABŞ və Səudiyyə Ərəbistan arasında 1974-cü ildə bağlanan gizli razılaşma nəticəsində bütün dünya nefti yalnız dollarla almağa məcbur oldu. Petrodollar. Nixon qızıl standartlarını ləğv etdikdən sonra ABŞ dolları yeni dəyər təminatına bağladı. Neft. 1974-cü ildə ABŞ və Səudiyyə Ərəbistan arasında gizli razılaşma imzalandı. Səudiyyə Ərəbistan nefti yalnız dollarla satacaq, ABŞ Səudiyyə Ərəbistana hərbi və siyasi dəstək verəcək. Bundan sonra dünyada neftin əsas satışı dollarla aparıldı və bütün ölkələr dollar ehtiyatı toplamağa məcbur oldu. Petrodollar sistemi dolları qlobal iqtisadiyyatın mərkəzinə çevirdi və ABŞ-ın süni iqtisadi gücünü yaratdı. Bəzi ölkələr bu sistemə qarşı çıxdı, lakin ABŞ buna sərt reaksiya verdi. İraq, Saddam Hüseyn 2003-cü il nefti avro ilə satmaq istədi, ABŞ İraqa müdaxilə etdi. Liviya, Qəddafi 2011-ci il Afrika qızıl dinarı yaratmaq istədi, NATO Liviyanı bombaladı. Rusiya və Çin 2004-cü ildən etibarən dollardan imtina siyasətinə başladı. Çin neft ticarətində yuan istifadə etməyə başladı. Rusiya isə qızıl ehtiyatlarını artıraraq dollar asıllığını azaltmağa çalışır. Bu prosesləri göstərir ki, dolların qlobal hegemoniyası zəifləyir və yeni alternativlər yaranır. Bugünkü dünyada dolların süni gücü sarsılır və yeni qlobal valyuta sistemləri yaranır. Rusiya, Çin, Hindistan, İran və digər ölkələr dollardan imtina etməyə başlayır və yeni BRICS valyutası, rəqəmsal qızıl sistemləri və qlobal yuan ticarəti inkişaf edir. Biz isə bu qısa məlumatdan sonra pulun necə manipulyasiya vasitəsi olduğuna və ilahlaşdırılmasına geri qayıdaq. 4. Pul necə ilahlaşdı? Pulun ilahlaşdırılıb insan şüurunun nəzarət altına alınması. Pulun ilahlaşdırılması tədricən həyata keçirilmiş bir prosesdir. Tarixdə din və mənəviyyat insanların əsas inanc sistemi idi. Lakin kapitalizmin güclənməsi ilə pul bu inanc sisteminin yerini tutmağa başladı. Önəmli bir qeyd. ABŞ dollarını ABŞ-ın federal ehtiyat sistemi yeni Fed çap edir. Müəyyən qədər hökumətə bağlı olsa da müstəqil bir qurumdur və Fedin qərarlarını qurulmasına səbəbkar olan ailələr
Rothschild, Rockefeller, Warburg, Schiff, Morgan kimi dünyada bankçılıq sektorunda hegemon ailələr verir. Morgan ailəsi istisna, hamısı Yahudi köklüdür. Morgan ailəsinə məxsus Morgan Joe Bankı 2000-ci ildə Rockefeller ailəsinə məxsus bankla birləşmişdir. Bütün bunlara diqqət edin. Biz ikinci hissədə bank sektoru manipulyasiyasını ətraflı izah edib, bu ailələrə toxunacaq. İndi isə davam edək. Məsələn, ABŞ dollarında In God we trust. Biz Tanrıya güvənirik. ABŞ-da 1956-cı ildən etibarən dolların üzərinə bu ifadə yazıldı. Burada məqsəd pulun ilahi bir dəyər kimi təqdim edərək insanları ona daha çox bağlamaq və onu əldə etməyin həyatının ən önəmli hədəfinə çevirmək, o varsa hər şeyi əldə edə bilər deyə bir şuur formalaşdırmaq idi. Müasir dövrdə insanlar Allaha güvənmək əvəzinə ruzinin əsl təyin edən yaradıcını unudub, pulu həyatlarının əsas məqsədinə çeviriblər. Bunu isə media, xəbər saytları, sosial şəbəkələrdə, filmlər və seriallar vasitəsilə varlı insanlar ideal insan modeli kimi təqdim edərək və ya bu cəmiyyətdə dəyərli bir şəxsiyyət olmaq üçün pulunun olmasını və ya pulun xoşbəxtliklə bərabər tutulması ideyası beyinlərə yeridilir. Sosial mediada influencerlər lüks həyat tərzini nümayiş etdirərək insanları pul qazanmaq üçün istənilən şeyi etməyə təşviq edirlər. 5. Pulun insanları köləyə çevirməz. Pul bir vasitə kimi çıxış etməli olduğu halda, onu idarə edən sistemlər insanları pul üçün yaşamağa məcbur edir. Bir daha vurğu edək. Hal-hazırda istifadə edilən demək olar ki, bütün kağız pul vahidləri fiziki olaraq heç bir dəyər kəsb etmir. Məsələn, sizin bütün malınız, mülkünüz və ya bütün əziyyətiniz, zəhmətiniz qarşısında sizə sadəcə bir neçə kağız parçası verilir. Gülünc olsa da bütün toplum buna inandığı üçün və arxasında buna inanın deyən böyük güclərin olduğu üçün hər kəs də buna inanmaq məcburiyyətindədir. Hətta hazırda dünyada olan bütün dolların sadəcə təxmini 5-10% kağız, 90-95% isə elektrondur. Yəni kağız olaraq belə mövcud deyil. Biz isə ikinci hissədə bank və ya vergi sistemi ilə insanları necə təbəqələşməyə və müasir köləyə çevirməyə, tamamilə sistem üçün işləyib, sistemin dövrü üçün lazımsız, hər an əvəz edilə bilən, hər yerdə tapıla bilən, xırda bir detaldan ibarət olduğunu, bəzən o qədər elə dəyərli olmadığını və bütün bunları necə sistemləşdirib zülm imperializmi inşa edilmə manipulyasiyasını anladacaq. Velhamdülillahi Rabbil aləm.